Herkese salam dostlar, kanalıma xoş gəlmisiniz. Hər birinizi xoş gördük kanalımda. Dostlar, dünənki videomda, dünənki dediyim, yəni bugün çəkirəm, dünən paylaşmışam videonu. Yəni axırıncı videomda sizlərə demişdim ki, hündüşkalarla, ördəklərlə bağlı yeni xəbərlər var. İstədim onları paylaşmayım da həyətimizdə dəyişiklik falan vardı, onları göstərim istədim. Hündüşkalarımızdır. Bugün o hündüşkalarla, ördəklərlə bağlı yeni xəbərləri sizlərlə paylaşmaq istəyirəm. Həm toyuqlarımızı qırt yatıracaq, onları filan buraxmamızdan yumurtaya düşən var, limon buraxmamızda onu göstərəcəm. Yəni ümumi bir video paylaşacağım sizlərə. Demək dostlar, hündüşkamızdan dünənləri İsrailləri fərə quşumuz qoçaldı. O da niyə bunlardan biraz tez qoçaldı onu da deyim sizlərə. Yəni cütləşdi də belə deyim, qoçaldı deyim. İndi siz tərəflərdə nə deyirlər? Hərə bir ləhcə ilə danışır. Ona görə tam olaraq deyə bilmədim. Yəni o fərə quşumuz axı digər hündüşkalarla bir yerdə qalmışdı. Yəni satdığımız hündüşkalarla bir yerdə qalmışdı axı. Ona görə daha şeydi də, necə deyim, ətli idi, kök idi deyə o biraz daha tez qoçaldı. Bu ana quşları biraz az yemləyirdim ki, gec yumurtasına. Təbii ki, indi artıq yemləməyə başlamışam, amma biz görməmişik, amma atam deyir ki, birini də görmüşəm. Yəni qara ana quşlarımızdan da hansısa qoçaldığını atam görüb, amma onu biz görməmişik. Demək, yəni dişi quşumuz, yəni fərə quşumuz artıq qoçaldı. Bu da o deməkdir ki, 10 gün sonra ilə 20 gün sonra arasında, yəni 10 gündən 20 gün arasında artıq o fərə quşumuz yumurtaya düşəcək. Dediyim kimi ana quşlardan da biz görmüşük, amma atam gördüyün deyib, cütləşdiyin, yəni onlardan da yəqin ki, cütləşib biri. İndi cütləşib, cütləşməyib tam olaraq əmin deyiləm ondan, çünki özüm gözümlə görməmişəm, amma fərə quşu gördüm. Sizə də növbəti keçən videolarımda demişdim ki, zaten bir həftə 10 gün içərisində bunlar artıq qoça gələnə oxşayırlardı. Çünki hiss edirsən, saxlayan insanlar bilir ki, artıq bunlar qoça gələcək vəziyyətləri odur. 10 gün içində, 20 gün içərisində artıq fərə quşumuz 100% əminlik yumurtaya düşəcək ki, ana quşlarda gecikməyəcəklər. Onlar da 1-2 gün içərisində cütləşəcəklər. Onlar da eyni vaxt yumurtaya düşəcək. Çünki hündüşkalarda belə bir xasiyyət var da. Yaş fərqi də olsa, nə fərqi də olsa, onlar elə bir cütləşdilərsə demək olar hamısı elə 1-2 gün içərisində cütləşir. Hamısı da demək olar bərabər yumurtaya. Çox zəif olarsa içində hansısa bir də görsən gecikir, amma o da çox gecikmir də. Yəni uzaqbaşı 10 gün, 15 gün içərisində hamısı yumurtaya başlayır və elə də bərabər gündə də demək olar qırt yatırlar. Ona görə bunların son halı budur. Sizə bu hündüşkalarımızı göstərim. Bilirsiniz, bunun içində bir dənə dişi var idi. Onu iri dişi idi biraz. Onu daimgilə verdim. Onlarda 3 dənə yumurtadan çıxma hündüşka vermişdim onlara. Ham üçü də erkək çıxıb, yəni dişi istədilər. Məndə də artıq böyüklərdən əlimdə qalmamışdı. Çox gec istədilər. Tez desəydilər o böyük hündüşkalardan verərdim. Bunlardan istədilər. O da yaxşı idi. Elə o erkəklər boydan idi demək olar. Dişi quş idi. Onu onlara verdim. Yəni içində bir dənə dişi quş bu qalıb, 2 dənə də erkək budur. Onun qabaqdakı erkəkdə görürsünüz ki, biraz zəif kimi qalıb. O da niyə görə elə oldu uşaqlar? Xəstələnib 3-4 gün yağışlı havalara düşübdüyünü hiss eləməmişik, bilməmişik, damda olub bilməmişik. Sonra çölə çıxanda gördük ki, yerişində problem var. Biraz arıqlayıb, biraz zəifləyib. Dərman falan verdim, amma şükür Allaha kimi düzəldi. Ayrıca bunlardan sizə bir xəbər də deyim. Fərələrimizdən artıq yumurtlamağa başlayıblar. Hansı yumurtayır bilmirəm uşaqlar. Elə neçə gündür toyuq damında bir dənə, 2 dənə çox balaca yumurta gördüm. Çox çıqqılı yumurta gördüm. O, yəni yeni yumurtaya düşən fərəm olmadığı üçün deyirdim ki, bu hansı toyuq yumurtayır da bu cür yumurtanı. Demə bunlar yumurtayırmış. Hansısa gəlirmiş, yumurtayırmış, gedirmiş. Bu toyuqdan şübhələnirəm. Çünki yumurtayan fərəni toyuğu uşaqlar çanağı aralanır, arxasındakı tük batır. Bunun da hal-hazırda odur. Mən ondan şübhələnirəm, o yumurtayıb, amma o da, yəni bir çoxu artıq yumurtlamağa hazırdır. Yəni bunlar da başladı artıq yumurtlamağa. O gün bir gün qar oldu, çölə heç buraxmadı o deyə. Axşam getdim dəm verməyə, gördüm ki, yerində yumurta var. Hansısa yumurtayıb. Yəni qısacası elə həmin o damdan götürdüyüm çıqqılı yumurta boyda da, balaca yumurta boyda, həmin o formada bildim ki, artıq bunlardan hansısa yumurtayır, gəlib yumurtayıb gündüz qayıdıb. Yəni bunlarda belə yumurtlamağa başladılar. Onun da xəbərini sizlərə vermək istədim. Sonra dostlar, ördəklərlə bağlı sizə bir şey demək istəyirəm. Qısaca bunu da deyim. İndi o fərə ördək burada yoxdur. Hansı ki bizim macar cinsi fərəmiz qalmışdı. Bir ədəd böyük itən ördəklərimizdən. O fərəmiz artıq dünən yumurtlamağa başladı. İlk yumurtasını yumurtladı. İnşallah davamı gələr. Mən də bu erkəyimiz var idi, ağ erkəyimiz. Axı bunu saxlamaq istəyirdim. Bax, o birisi də gəlir oradan. Deməli, ağ öz dişisi var idi ondan. Bir də bu dişi ilə bərabər bunları artıq ayırdım. Dünəndən ayırdım, atdım. Niyə görə? Çünki bu erkək
ki artıq yetkinlik yaşına çatıb, yəni xoruzluq eləyə biləcək, cütləşə biləcək yaşdadır, formadadır, amma cütləşmir. Niyə? Çünki o bizim böyük erkəyimiz var, hansı ki mazara oxşayan var, mazarın dişi ilə, mazar ana ördəklə saxladığımız. Bax, o artıq sürüdə lider formasında olduğu üçün, yəni bunlar heç biri ördəklərlə cütləşməyə risk eləmir, getmir də. Yəni cütləşmək istəsə belə o döyür, qovlayır deyə bunlar artıq sürüdə belə ikinci plana keçiblər də. Mən də ona görə bu erkəklə bu dişini və o ağ dişini ayrı başqadan mı atıram ki, artıq bu özünün bu sürünün, yəni bu iki ördəyin lider olduğunu bilsin və o da artıq cütləşməyə başlasın. Çünki mən ağ dişi ilə bunda bu ağ erkəyimizin cütləşməsini istəyirəm. Çünki tam ağ və ya ağlı qaralı balalar istəyirəm. Yəni artıq o mazar rəngindən biraz çıxmaq istəyirəm. Mənim tam ağ ördəklərim olsun istəyirəm. Çünki özümün də xoşu gələn odur. Ona görə bunları ayırıram ki, həm də bu dişilər də bilsin ki, bu ördəyin erkəyi artıq budur. Gedib o ördəklə, yəni arxada görünən o erkək ördəyimizdən cütləşmələrini istəmirəm. Bunun da xəbərini verim istədim sizlərə. İndi gedək bir də sizlərə yumurtayan buraxmamızı da göstərim. Dostlar, bu da limon buraxma xoruzumuz, yəni limon buraxma xoruzumuz və fərəmizdir. Bu fərəmiz yumurtlamağa başlayıb. Demək 4 dənəsini yumurtlayıb. Bunları belə ayrı qoyuram. Yəni burada da qalırlar. İndi inşallah bunları çölə buraxmıram ki, başqa xoruzla cütləşməsin. Düzdür, 4 dənə yumurta yumurtlayıb 12 gündə qaçıb çölə, 1-2 saat çöldə gəzib tuta bilməmişəm, sonra qayət tutmuşam. Yəni ola bilər ki, başqa xoruzla cütləşsin, amma yenə də mən özüm üçün bunları saxlayacağım deyə problem yoxdur da. Yəni 10 dənə yumurta yumurtasın, onun 3 dənəsi limon buraxma çıxsın, mənim bəsimdir yenə də. Yəni özüm üçün eləyirəm deyə problem yoxdur, çölə qaçmadı, amma bacardığım qədər burada saxlayıram ki, başqa xoruzla cütləşməsin də. Yəni bu limon buraxmadan çox xoşum gəlir, rəngi söhbətinə falan görə də. Keçənlərdə limon buraxma çox mükəmməl şəkildə toyuğum var idi, çox iri formada. Bu fərəm biraz cırdı, boynumu almaq gerekirsə də. O öldü deyə təəssüflər olsun ki, indi bu fərəmimizdən bir dənə bu fərəmiz qaldı əlimizdə. İndi inşallah bunlardan biraz artırmaq istəyirəm. Demək, 2 dənə toyuğumuz əlavə qırt yatır. Bir də o qırtdan ayırtdığımız, yəni balası oldu. Birini anasına verdim, biri qaldı. Bir də o inşallah o 3 dənə toyuğumuzu qırt yatıracaq. Həm bu yumurtalarla, həm də əlavə yumurta qoyacaq inşallah. Dostlar, bu saqqallı toyuğumuzla da xoruzumuz buradadır. Dediyim kimi boynu tüksüz və digər bir dənə də saqqallı toyuğumuz var. Onlar da buradaydı, amma onlar yumurtadacan buraxıram da. Çünki gəlirəm görəm yatıb, biləm ki yumurtayıb o. Sonra onları buraxıram, bu qalır yerdə. Bu biləm ki hələ yumurtamayıb. Bunun hələ dünənlər çünki gec yumurtadır. Bugün də biləm ki gec yumurtayacaq. Dünən axşam çağı yumurtadır. Belə bunların da yumurtalarını inşallah toyuğun altına qoyacağıq. Və son olaraq ördəklərimizi göstərirəm. Bilirəm damlarımız bulaşıqdır, uşaqlar, fərqindəyəm, amma neçə günlərdir həm bağda işim var idi, həm də yağış qar olur deyə təmizləyə bilmirdim. İndi inşallah bugündən hava açıb, bugün biraz yer qursun, sabahları bütün damları təmizləyəcəyim inşallah. Demək, bu ördəyimiz yumurtlamağa başlayıb, yumurtlamağa başlayan budur. Bunları niyə burada saxlamışıq? Dostlar, bu ördəyimiz çöldə yumurtayırdı, çöldə getdi, orada axuru var, onun içində yumurtadı. İstəmirdim, mən də istəyirəm ki, burada yumurtasın. Ona görə yumurtasını gətirib qoyub bura. Ördəyi də bura salmışıq ki, burada yumurtasın, ora gedib öyrəşməsin, bura öyrəşsin. Digər 2 dənə erkəyi də bugün kəsəcəyik özümüzə. Birini yeyəcəyik, birini də qoyacaq xaladeynlikə. Çünki erkəklər artıq sürüdə çox böyük problem yaradır. Səbəbi də odur ki, mənim bu vaxta qədər, yəni ördək yumurtlayan vaxtında, cütləşən vaxtında mən heç vaxt saxlamıram ördək, əlavə ördək saxlamıram. Amma bu illəri biraz bunlar həm gec çıxmışdılar, həm də yəni hər gün ördək yeməyəcəm, hər gün cücə yeməyəcəm ki, başqa şeylər də yeyirik, məsələn ət də yeyirik, ət də alırıq filan. Ona görə bunlar biraz yığışıb qalmışdı. Mən də satmadım ki, kəsib yeyərik. Ördəklərimiz də bir tık biraz tez yumurtlamağa başladı deyə bunlar qaldı. Yoxsa məsələn bir 15 gün sonra, 20 gün sonra artıq bu ördəklərin bir çoxu olmayacaqdı. Uzaqbaşı 1-2 dənə fərə qalardı. Ona görə erkəkləri azaltmaq məqsədi ilə dedim, bu 2 dənə də heç olmasa bu günləri kəsək. Lap azalsın, çünki erkəklər böyük problem yaradır. Həm yumurtlamaqlarına, bunların həm çox, hamısı erkəklik eləmək istəyir, hamısı cütləşmək istəyir. Ona görə dava qırğın azalsın deyə bu 2 erkəyi bugün kəsəcəm. Fərəni də bu məqsədlə saxlamışam. Bugün videonu çox qarışıq elədim uşaqlar. Gah onu göstərdim, gah bunu göstərdim. Amma ümumi
ümumi hamısında yeni bir şeyler olmuşdu deyə məcbur idim ki, hamısını göstərim sizlərə də. İstədim ki, bir videoda göstərim. Yəni birinin haqqında uzun uzadı danışmayım. Ona görə göstərmək istədim. Bu da ördəyimizin ilk yumurtasıdır uşaqlar. Bu ördəyimiz yumurtlamağa başladı. İnşallah bu ördək mənə həm çəki olaraq 3 kilo çəkisi var. Diri çəkisi 3 kilodur uşaqlar. 3 kilodan da hətta artıqdır. 3 kilo 100, 200, 3 kilo 200-dür filandır. Yəni həm cüssü olaraq iri ördəkdir, həm macar cinsidir. İstəyirəm ki, bundan qəşəng balalar alım. İnşallah yumurtayar. İlk yumurtasına baxmayaraq da çox qəşəng iri bir yumurta yumurtayıb. Əminəm ki, yəni bundan sonraki yumurtaları ondan da daha iriləşdirərək gedəcək. Çünki ilk yumurtası həmişə biraz balaca olur, sonra get-gedə iriləşir. Sonlara doğru yenə biraz balaca olur yumurtalar. İndi görək nə balalacaq bunlardan inşallah. Sağ olun, salamat qalın. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Dediyim kimi bugün biraz videomuz qarışıq oldu. Buna görə üzr istəyirəm, amma hamısı ilə bağlı yeni gəlişmələri sizə göstərmək istəyirdim. İndi toyuqlarımızı da bastıracağıq. İnşallah onlarda əlavə bir video kimi çəkib sizlərə paylaşacağım.